60-cı sual ilə davam edirik. 60-cı sual zamanla bağlı olan test tapşırığıdır. Yaxınlaşdırım. Deməli, while varsa bizə nə lazımdır? Davam edicilik. A variantında uzlaşma pozulub, biri keçmiş, biri indiki olmur. B variantında yenə uzlaşma pozulub. C variantında yenə pozulma var, çünki biri indikidir, biri digəri keçmişdir. Ona görə yanlışdır. D variantı yenə yanlışdır, uzlaşma pozulubdur. Y variantı düzgün. Y variantı doğru variantımızdır. Hər ikisi davam edicidir. 61-ci sualda this adventure story is based on ilə işlənir. Bəli, bu düzdür. Elə variant yalnız elə C variantındadır. With talking animals. Deməli, C variantı doğru variantdır. 62-ci sualda compoundla mürəkkəb isimləri istəyir bizdən. Deməli, hər cərgədə düzəltmələri çıxırıq. Qalır nə? Mürəkkəbimiz. Mission A variantında görürsüz gedir. Ness var. Darkness. Ness düzəltmədir. Gardener gedir. Ment var. C variantında. Tune var. D variantında. Y variantında görürsüz hər üçü nədir? Mürəkkəb isimdir. 63-cü sualda passive voice-dir. The manager reviewed the report has last week. Passive voice işləyərkən birinci nəyə baxırıq? Zamana və bir də mübtədanı seçirik. Mübtədamız the reports və zaman keçmiş zaman. Və A variantı was been birləşməsi qətiyyən yoxdur. B variantı yanlışdır. Have yoxdur burada. C variantı yanlışdır, çünki verbin birləşməsi yoxdur. Y variantı indiki zamandır olmaz. Qalır nə? D variantı düzgün variant. 64-cü sualda isə deməli wants 3-cü kateqoriya feildir. Özündən sonra gələn feili necə istəyirdi? To-lu formada, o da eləyir nə? Y variantı.